Mətnin son abzasına əsasən cədvəli tamamlayın. Agatha Christie-ni dedektiv janrının kraliçası adlandırmaq olar. Bəli, uyğundur. Əsaslanmaya hansı faktları yazmaq olar? Biz Agathaya ona görə kraliça adını verə bilərik ki, yəni dedektiv janrının kraliçası adını verə bilərik ki, o dünyanın ən məşhur yazıçılarından biridir. Daha sonra onun əsərləri Bibliya və Şekspirin əsərindən sonra ən çox nəşr olunan, ən çox tərcümə olunan əsərlər kimi tanınır. 103 dildə tərcümə olunmuşdur. İldən ilə kitablarının tirajı da artır. Yəni hal-hazırda da ona maraq var. Bu kimi faktları qeyd edə bilərik ki, bunlar məhz onun dedektiv janrının kraliçası adlandırılmasına səbəb olan faktlardır.